Bu açılımı da çox sevirsiniz. Gələn il bu vaxt hansı enerjide olacaqsan, gələn il bu vaxt açılımıdır bu. Gəl baxaq. Bir il sonra bu vaxt, eynən bir il sonra bugün, bu ayın, bu tarixində, bu videoya baxdığın saatlarda hansı enerjide olacaqsan, şəxsi həyatınla əlaqədar hansı enerjide olacaqsan, iş həyatından əlaqədar hansı enerjide olacaqsan, maddi durumunla əlaqədar hansı enerjide olacaqsan. Baxaq, münasibətin varsa, münasibətin hansı enerjide olacaq, münasibəti olmayanlar, münasibət baxımından sevgi ilə əlaqədar hansı enerjide olacaq və indiki özünə, elə gələn ildən, gələn il bu vaxt ki, sən indiki özünə nə məsləhət görürsən? Paralel evrənlər deyə bir şeyə inandığıma görə, keçmiş, bugün, gələcək yoxdur və biz eyni anda bir neçə zamanda fəaliyyət göstəririk. Kvant elminə inanaraq deyirəm. Okey, kvant düşüncəsinə. Gəl buna baxaq. Tamam, gəl baxaq. Gələn il bu vaxt, bir il sonra şəxsi həyatınla əlaqədar hansı enerjide olacaqsan? Gələn il bu vaxtı çalışdığın, uğraşdığın hər bir şeyin əldə etdiyi bir dövr olacaq. Qoruma enerjisində olacaqsan. Arzuna çatmış, hədəfinə çatmış bir enerjide olacaqsan. Bu çox möhtəşəmdir. Bu hər sahədə, hansı sahədə düşünürsənsə, hər bir sahədə tam qorumada olan, çalışdığın hər şeyin, uğraşdığın, indi uğruna uğraşdığın hər bir şeyin əldə etmiş və yaşadığın bir dövrdə olacaqsan. Şəxsi həyatına əlaqədar, iş həyatından əlaqədar bir il sonra hansı enerjide olacaqsan. İş həyatından əlaqədar müəyyən bir uğur qazanmış və daha yüksək uğurlara addım atan bir dövrdə olacaqsan. Çox gərgin, qaça-qaç bir dövrün olacaq. Amma sən bunu bacaracaqsan, çünki belə deyim də, hədəflərin olacaq, daha yeni hədəflərin olacaq və o hədəflərinə çatdıqca daha da güclənəcəksən. İndi işinlə əlaqədar hansı bir hədəfin varsa, iş həyatından əlaqədar o hədəfinə çatmış və çox güclü bir insan olaraq gələn il bu vaxt elə bir insan olaraq olacaqsan. Maddiyyatla əlaqədar hansı enerjide olacaqsan. Maddi durumunla əlaqədar da sıxıntılarından və hazırki gərginliklərindən çıxmış bir dövrdə olacaqsan. Sadəcə bilirsən necə bir enerjide olacaqsan. Azlıq eləyəcəksən. Məsələn, indi tutaq ki, aylıq gəlirin nə qədərdirsə, gələn il bu vaxt ondan qat-qat çox olacaq. Amma yenə də sənə azlıq eləyəcək. Çünki sən daima hər şeyin daha yüksəyinə çatmağı arzulayırsan. Ona görə də maddiyyatla əlaqədar sıxıntılar və həll etmiş durumda olacaqsan. Hazırki zamanda burada kiməsə borcun, harasa bir borcun, bir sıxıntın varsa, borcunu bağlamış bir durumda olacaqsan. Fikirləşən, yəni hazırda kreditin mi, nəyin mi varsa burada bəzilərinizdə o çıxır və o borcu da bağlamış bir durumda olacaqsan. Mən sənə deyim ki, maddi cəhətdən stabillik qazandığın bir durumda olacaqsan. Okey, münasibətin varsa, münasibətdə olduğun insanla əlaqədar hansı enerjide olacaqsan. Münasibətinlə əlaqədar biraz enerji olaraq indiki kimi biraz belə gələcəkdən bəlirsiz. Gələn il bu vaxt mən sənə bir şey deyim, gəl açıq danışaq da, hər zaman hər şey pozitiv, yəni nə varsa onu demək. Gələn il münasibətinlə əlaqədar ciddi bir qərar vermə aşamasında olacaqsan. Bu insanla bu münasibəti davam eləyim, yoxsa tamamlayım. Sanki bir qərar vermiş olacaqsan ilişkinlə, münasibətinlə əlaqədar. Bu ilişkinlə əlaqədar ola bilsin ki, gələn il düşünəcəksən ki, bu insanla bəlkə də davam eləməyim. Çünki duyğularınla məntiqin arasında qalmış bir durumda olacaqsan. Okey, gələn il bu vaxt hazırki münasibətin davam edəcəyimi, gəl buna da baxaq. Gələn il bu vaxtda hazırda olan münasibətin davam edəcəyimi. Əslində münasibətin stabil olaraq davam eləyəcək, sadəcə yenə də gərginlik, yəni belə deyim də, bu münasibətin gələcəyini sorğulamağa başlayacaqsan. Amma istəsən davam eləyə bilərsən, yəni heç kim səni o insandan ayıran deyil və o insan səndən ayrılan deyil. Sadəcə sən bu münasibətin gələcəyinə dair bir qərar verməli olacaqsan, belə deyim sənə. İndi də o qərar aşamasındasan. Tamam, gəl belə baxaq. Bəs davam etmək istəsən, davam edəcəksənmi? Yəni o insanla münasibətini davam etdirəcəksənmi?
Duyğularınla məntiqin arasında qalacaqsan. Sadəcə bunu deyir kartlar. Yəni istəyən davam eləyəcək, istəyən qalacaq da, əl çəkin məndən, bunu davam eləməyim da. Yəni negativ bir şey danışmayım. Sadəcə gələn il hazırki münasibətinlə əlaqədar qərar aşamasında olacaqsan. Düşünəcəksən ki, başqa bir belə deyim, yaxşı gəl belə baxaq. Bəs başqa bir seçim olacaqmı? Başqa bir münasibət seçimi olacaqmı? Yox, yəni sənin gözün bundan başqasını görmür onsuz da. Sadəcə yəni seçim eləyəcəksən. Seçim də səndən asılıdır. Okey, gəl baxaq. Münasibəti olmayanlar gələn il bu vaxt sevgi həyatı hansı enerjide olacaq? Münasibəti olmayanların əksəriyyəti gələn il bu vaxt belə deyim də bəzilərinizə evlilik təklifi olacaq. Atkaz elədiyiniz bir təklif olacaq. Bəzilərinizdə isə yenə də hədəfinizdə, yəni evlilik enerjisi çıxır da, yəni birindən atkaz eləyib başqa bir münasibəti və yaxud da ki təklifi dəyərləndirmə enerjisində olacaqsınız. Çünki burada evlilik yoluna hazırlaşanlar və münasibətlərinin evliliyə keçən bir dövr olacaq. Belə deyim sizə. Okey, gəl buna baxaq. Gələn il ki sən indiki hal-hazır ki özünə nəyi məsləhət görürsən? Sənə deyir ki, hər şeydə stabillik axtar. Hər şeydə stabillik və qarşılıq axtar. Alma-vermə dəngəsini qoru. Münasibətlərdə də, ilişkidə də, maddiyatda da alma-vermə dəngəsini qoru. Daha nə məsləhət görürsən? İndiki sənə, bir il sonraki sən, indiki sənə nəyi məsləhət görürsən? Nəyi məsləhət görürsən? Sadəcə sənə deyir ki, o qədər güclüsən ki, qarşında o qədər möhtəşəm yollar açılır ki, sən hədəflərinə çata biləcək bir enerjidəsən. Sənin ulduzun yüksəkdir, sənin enerjin yüksəkdir. Çalış, öz enerjinə odaklan, öz hədəflərinə odaklan, sənə deyir. Yəni, çalış, enerjini paylama başqalarıyla, lazımsız insanlarla, lazımsız ilişkilərlə enerjini paylama. Nə etməlisən? İndiki zaman hədəfinə çatmaq üçün nə etməlisən? Nə məsləhət görür? Bilirsən sənə nə deyir? Əsas maddiyyata və stabilliyə yönəl deyir sənə. Maddiyyata, stabilliyə yönəl. Qalan şeyləri sadəcə qulağının, sağ qulağından al, sol qulağından ver. Sadəcə hədəflərinə odaklan. Bu qədər aldım, qəbul edildim. Ətraflı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxla.